Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün asimptotlar dərsini izah eləyəcəm. Deməli, asimptotlar 3 cürdür. Yəni orta məktəb riyaziyyat kursunda 3 növ asimptot öyrənilir. Şaquli asimptot, üfüqi asimptot və maili asimptot. Birinci şaquli asimptotdan danışaq. Şaquli asimptot təyin olunmadığı, funksiyanın təyin olunmadığı nöqtələr çoxluğudur. Mən baxıram funksiyaya. Funksiyanın təyin olunması üçün məxrəc sıfırdan fərqli olmalıdır. Təyin olunmadığı nöqtə isə məxrəcin sıfıra bərabər olan nöqtələrdir. Yəni 2x çıxaq 1 bərabərdir 0, x də bərabərdir 2-də 1-ə. Aldığım cavabı sürətdə yoxlayıram. Əgər sürəti 0 etmirsə, o zaman bunun şaquli asimptotu 2-də 1-dir. Sürətdə yerinə qoyanda 5 vuraq 2-də 1 0 eləmir. Ona görə şaquli asimptotu 2-də 1 olacaqdır. Yəni y bərabərdir 2-də 1 düz xəttdir. X bərabərdir daha doğrusu şaquli asimptot, yəni şaquli sözü buradan yaranıbdır. X bərabərdir 2-də 1. 2-də 1 düz xəttdir. Deməli, bu funksiyanın şaquli asimptotudur. Əslində qrafik belə qırıq-qırıq xətlərlə çəkilir. Çünki x, yəni 2-də 1-i almır. Bütün qiymətləri alsa da 2-də 1 ala bilmir. İkinci funksiyaya baxaq. İkinci funksiya da yəni eyni şeydir. Sadəcə olaraq deməli, məxrəcinə baxacağam. Məxrəci kvadrat funksiyadır. Məxrəcin sıfıra çevirən qiymətlərini tapaq. Bərabərdir 0. Bunun kökləri V teoreminə görə 2 ilə 3-dür. x1 bərabərdir 2, x2 bərabərdir 3-ə. Qiyməti sürətdə yerinə qoyuruq. Sürəti əgər sıfıra çevirmirsə, 2 də çevirmir. Yəni 3 vuraq 2 çıxaq 15 də sıfırdan fərqlidir. 3 vuraq 3 çıxaq 15 də sıfırdan fərqlidir. Ona görə bu iki qiymətin ikisi də olacaqdır şaquli asimptot. Üçüncü suala baxaq. Üçüncü sualda yenə məxrəci sıfıra çevirən qiymətlər 3x çıxaq 4 bərabərdir 0. Məxrəci sıfıra çevirən qiymətlər mənfi 1 ilə müsbət 4-dür. Hasili mənfi 4, cəmi isə müsbət 3 olan ədədlər. Amma sürətinə baxıram. Sürətində x çıxaq 4, sürəti x çıxaq 4-dür. 4-ü yerinə qoyanda 4 çıxaq 4 bərabərdir 0 olur. Amma mənfi 1-i qoyanda mənfi 1 çıxaq 4 bərabərdir 5 olur. Mənfi 5 olur. Deməli, sıfıra çevirən qiymətini götürməyəcəm. Yəni 4 şaquli asimptot olmayacaqdır. Deməli, cavabım olacaqdır mənfi 1. Məsəl üçün, deyər ki, 4-cü nümunəyə baxaq. Deyər ki, A-nın hansı qiymətində funksiyanın şaquli asimptotu yoxdur. Şaquli asimptotu yoxdur, yəni məxrəcini sıfıra çevirən qiyməti yoxdur. Məxrəcini sıfıra çevirən qiyməti yoxdursa, kvadratik tənlikdə demək ki, onun diskriminantı mənfidir ki, kökləri yoxdur. Diskriminantını kiçik eləyəcəm sıfırdan. Yəni 16 çıxaq 4a-nı kiçik eləyəcəm sıfırdan. Mənfi 4a kiçikdir mənfi 16-dan. A da böyükdür 4 olacaqdır. Deməli, 4-dən böyük qiymətində şaquli asimptotu olmayacaq. Keçək üfüqi asimptota. Üfüqi asimptot nədir? Y-nin təyin olunmadığı nöqtələr çoxluğuna üfüqi asimptot deyilir. Bunu ən yaxşı variantda bu funksiyanın limitinin sonsuzluğa, x sonsuzluğa yaxınlaşanda limitini tapırıq. 7x çıxaq 2, 5x üstə gələk 4. Uşaqlar bunun limitini tapanda hər tərəfini baş əmsallara bölürük. Yəni x-a bölüləndə 7x bölək x çıxaq 2 bölək x. Hər kəs bunu tapmağı bacarır. X üstə gələk 4 bölək x. Deməli, o da bərabərdir 7 çıxaq, bunlar sıfıra gedəcəkdir, yaxınlaşacaqdır. 7 çıxaq 0 bölək 5 üstə gələk 0, o da bərabərdir 5-də 7. Əgər hər hansı bir ədəd almışıqsa, o zaman üfüqi asimptot elə həmin ədədə bərabər olacaq. Yəni y bərabərdir 5-də 7 nöqtəsində bu təyin olunmayıbdır. Məsələn, ikinci suala baxaq. Y bərabərdir mənfi 1 üstə gələk 3x. Bu funksiyalarda necə eləyərik? Yenə yazıram limit. X yaxınlaşır sonsuzluğa. Mənfi 1 üstə gələk 3x. O da bərabərdir
mənfi 1 üstə gələk, yəni 3-ü sonsuzluğa vuranda, yəni sonsuzluq eləyəcək. Bunun nəticəsi sonsuzluq eləyəcək. Əgər cavabımızı sonsuzluq almışıqsa, o zaman üfüqi asimtot yoxdur. Bu funksiyanın üfüqi asimtotu yoxdur. Növbəti maili asimtota baxaq. Maili asimtotda çox rahatdır. Sürətdəki funksiyanı, ifadəni məxrəcdəki ifadəyə bölürük. Bunu yəni iki çoxadlinin çoxadlıya bölünmə qaydasından da istifadə edə bilərik. Vurğuları ayırma ilə də eləyə bilərik. Çoxadlını çoxadlıya böləndə deməli x dəfə yerləşir. X-in kvadratı çıxaq x, bu da olacaqdır. Deməli 9x üstə gələk 9, 9x çıxaq 9, bu da cavabı 9 edir. Mənə qalıq lazım deyil. Yəni bu qalıqla mən işləməyəcəm. Mənə lazımdır buradakı natamam qismətdəki olan çoxhədli. Deməli, yəni qalıqla işim yoxdur mənim. Bunun maili asimtotu olacaqdır x üstə gələk 9 funksiyası. Buna baxaq, yəni eyni tip sualdır. Biraz fərqli rəqəmlər seçmişəm. 7 bölək x üstə gələk 3. Deməli 2x-a vuraq, 2x kvadratı üstə gələk 3x, üstə gələk 3x. Bunlar çıxılanda olur mənfi 4x üstə gələk 7. Mənfi 4-ə vursaq, mənfi 4x çıxaq 12. Çıxanda tərəf-tərəfə cavab edir 19. Yenə uşaqlar, bunun deməli qalığı bizi maraqlandırmır. Buradakı çoxhədli ilə işləyəcək. Natamam qalıqdakı olan çoxhədli 2x çıxaq 4 bu funksiyanın maili asimtotudur. Diqqətiniz üçün təşəkkür edirəm.